Bəli, torpaqlarımız işğaldan azad olunduqdan sonra yaxın tariximizdə, təqvimimizdə əlamətdar günlərin də sayı artmaqdadır və hər gün demək olar ki, yeni bir xəbərin şahidi oluruq. Artıq ənənə halını almış köç proseslərini də ekranlarımıza yansıdırıq və hazırda biz Tərtərdəyik. Bugün daha bir köç gerçəkləşir. Suqovuşan kəndinə göndəriləcək insanları aparan avtomobilləri görürsünüz kadrlardan. Onların əşyalarını, ev əşyalarını daşıyan yük avtomobillərini görürsünüz. Və məlumat üçün bildirim ki, əslində 5 il bundan öncə bu dayandığımız yerdə top mərmi səsləri eşidilirsə, bu Tərtərdən top mərmi səsləri eşidilirsə və düşmənin ən çox atəşə məruz qoyduğu yaşayış məntəqəsi isə Tərtər 44 gün ərzində 17 mindən artıq artilleriya mərmisinə və 23-dən artıq ümumiyyətlə istifadəsi qadağan olunmuş raketin hədəfinə çevrilən Tərtər bugün öz doğma yurtlarına keçmiş məcburi köçkünləri yola salır və hazırda biz də həmin görüntüləri sizə təqdim edirik və bugün 54 ailə, 179 sakin əbədi olaraq öz doğma yurduna qovuşmuş olacaq. Məlumat üçün bildirim ki, Suqovuşanda keçmiş məcburi köçkünlər üçün inşa olunan yaşayış kompleksində bütün şərait yaradılıb və bugün 54 ailənin 179 sakinin də məcburi köçkün həyatı artıq başa çatmış olacaq və beləliklə 180 ailə, 592 sakin artıq Suqovuşanda məskunlaşmış olacaq. Biz də AzTV komandası olaraq ənənəvi şəkildə bu köçü müşahidə edəcəyik və ora köçən tam 3-10 illikdən artıq bir müddətdə məcburi köçkün həyatı yaşamış, ölkənin fərqli məkanlarında ağır həyat şəraitində yaşamış insanların təəssüratlarını da öyrənəcəyik. Əlbəttə, mütləq şəkildə reportajımız da olacaq. Tərtərdən çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Çox sağ olun, Elnur ətraflı məlumat üçün. Xatırladım ki, hörmətli tamaşaçılar, bizimlə birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq idi.